Hal-hazırda Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəyik. Gördüğünüz kimi Qayalı marketin yaxınlığında belə bir tikinti gedir. Bu tikintini demək icra nümayəndəliyinə əlaqə saxladıq. Bildirdik ki, icra nümayəndəsi Hacı Zeynalabdin Tağıyevdə demək icra nümayəndəsi Leyla xanımın əməkdaşı bizlə əlaqə saxlayaraq əraziyə gələ bilmədiklərini dedilər. Bu tikintinin qanuni ya qeyri-qanuni olduğunu müəyyənləşdirmək üçün verdiyimiz suallara heç bir sənəd təqdim olunmayıb, amma qanunidir. Nəyi qanunidir? Hansı sənəd təqdim olunmayıb? Məlumatsız halda tikintiyə qanuni adım verirlər. Budur Sumqayıt İcra Hakimiyyətinin icra nümayəndəsi, yəni yerli icra nümayəndəsinin verdiyi cavab. Gördüğünüz kimi bu cür bir böyük bir obyektin inşası gedir. Bu gördüğünüz ağaçların dibləri boşaldılıb. Yaxın zamanda da bunların buradan çıxarılması planlaşdırılır. İcra nümayəndəliyindən heç bir şəxs yaxınlaşmadı əraziyə. Faktiki olaraq gördüğünüz kimi tikinti devam edir. Burası Sumqayıt İcra Hakimiyyətinin ərazisi Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Kimi Qayalı marketin sol istiqamətində 5 addımlar. Bu tikintiyə deyir şəhər salma icazə verir. Şəhər salma belə çıxır ki, artıq Bakıda və regionlarda özbaşınalığı davam elətdirir. Yaşıllığı məhv elətdirib yerində obyekt tikilməsi üçün sərəncamlar verir.